Aleykümselam və rahmetullahi və barakatuh. Sual belədir ki, müsəlman qadın boş vaxtını necə dəyərləndirməlidir? Cavab odur ki, bəli, bu çox gözəl sualdır. Öncə onu xatırladım ki, bu haqda bu yaxınlarda bir nəsihətimiz olubdu. Salihə qadının xüsusiyyətləri haqqında. Bu sualın bir çox cavabları o dərsdə keçir. Və məsləhətə görə o dərsə qayıtsanız ətraflı daha faydalanmağınızı düşünürəm. İkinci məsələyə gəldikdə, bir müsəlman qadın boş vaxtını həmişə ona dünyada və axirətdə fayda verən şeylərlə keçirməlidir. Misal üçün, dini məsələlərdən çalışmalıdır. Əgər Quran oxuya bilmirsə, Quran hərfləri öyrənsin və ta oxuya bilənə kimi. Əgər oxuya bilirsə, qiraəti çoxaltsın və əzbərləməyi çoxaltsın. Və qadının ən önəmli, bir möminət qadının ən çox imanını qoruyan, əxlaqını təmizləyən məsələlərdən biri Quran-ı Kərimi çox bilməsi və əzbərlədiyi surələrin mənasına önəm verməsi, anlamağa çalışmasıdır. İkinci, həmçinin dini dərsləri dinləmək. Məsələn, dini dərslərdən imanı artıran, insana Allaha yaxınlaşdıran, Allah Azze və Cəldən qorxmağa vəsilə olan elmlərdən insan hər gün bəhrələnməlidir. Yəni, dinləmək vasitəsilə. Üçüncü vəsilə oxumağa çalışmalıdır kitab. Dini kitablardan elə bir gün keçirməməlidir ki, nəsə müəyyən məsələləri oxumuş olmasın. Əslində, elmin ən təsirli nöqtəsi həm dinləməklə, həm oxumaqla olanıdır. Sadəcə dinləmək də o qədər tutarlı deyil, sadəcə oxumaq da o qədər tutarlı deyil. Çünki ola bilsin, qadın ondan bezdi və yaxud da bundan bezdi. Hər ikisini cəm etməklə həm vaxtını istismar etmiş olur, bəhrələndirmiş olur, həm də elmi daha gözəl şəkildə mənimsəmiş olur. Həmçinin dini məsələlərdən qadın sünnədə gələn duaları etməyə həris olmalıdır. Evində, evə girərkən, evdən çıxarkən, yemək yeyərkən, üstünü geyinərkən, üstünü çıxardarkən, yatarkən, yuxudan durarkən, oyanarkən, tualetə girərkən, çıxarkən və s. kimi sünnədə varid olan duaları daimi şəkildə tətbiq eləməlidir. Həmçinin müsəlman qadın boş vaxtını dəyərləndirməyini həris olduğu məsələlərdən biri də qadın çalışmalıdır ki, dilini Allah Azze və Cəllənin zikri ilə dayla islatsın. Məsələ, adicə hər hansı bir işi gördükdə, hətta dünyavi işi, paltar yudukdə, xörək bişirdikdə, evini təmizlədikdə dili ilə bunları etmir. Dili boş qalır. Ona görə dili Allahın zikri ilə islatmasında böyük faydalar var. Subhanallah, velhamdülillah, və la ilahə illallah, və Allahu Ekber. Allahümme salli və səllim alə nəbinə Muhammed. La ilahə illallah, Muhammedən Rasulullah. Və s. kimi zikirlər daimi şəkildə dilinə alışdırması qadını çox saflaşdırır. Qadının ürəyini rahatlaşdırır. Fitrətini sadələşdirir. Və qadında adətən stres hissləri, əsəb hissləri qadında azalır. Və qadın xoş xasiyyətli olmağına çox vəsilə olur. Dünyavi məsələlərdən də həmçinin boş vaxt tapanda çalışmalıdır ki, əri üçün təmizlik görsün, uşaqlarının tərbiyəsi ilə məşğul olsun, evin təmizliyi ilə məşğul olsun. Və boş vaxtı internetə girməklə, bunun xəbərlərini oxumaqla, filan getdi, filan gəldi, filan arvadı kimdir, adı nədir, rəngi nədir, nə bilim, belə getdi, elə getdi. Boş-boş informasiyalarla vaxt keçirməməlidir müsəlman qadın. Və yaxud da işini gücünü yatmaqla və yaxud da işini gücünü boş-boş gileylənməklə, şikayət etməklə keçməməlidir qadının vaxtı. Və yaxud da boş-boş bunu ziyarət etməklə, o gəldi, bir gün burada yığılırlar, bir gün orada yığılırlar. Adını da bəzən din məclisləri qoyurlar, boş vaxt zayı, qeybət, nəmmamlıq məclislərinə çevirirlər. Belə şeylərdə qadın ömrünü hədər etməməlidir. Və ən azından həmçinin dünyavi şeylərdən qadının özü məsələ evdə ən azından boş durmaq istədiyi zaman hər qadının evində ona
onu məşğul edəs qədər kifayət qədər işlər olur. Onlarla məşğul olsun və s. kimi. Allahu aləm.